Hər vaxtınız xeyir yoldaşlar. Yüksəliş müsabiqəsində dəfələrlə imtahan sualı olmuş bu şifrələmə sualını kursumuzun dövlət qulluğu imtahanına da, sınavına da salmışdım. Deyirsiniz ki, niyə ayrı bir müsabiqənin sualını dövlət qulluğu sınavında istifadə edirsən? Əvvəllər yüksəliş müsabiqəsində istifadə olunan bəzi sual tipləri artıq dövlət qulluğu və magistr imtahanlarında rastımıza çıxır. Məsələn, məşhur neft sualı kimi qrafik və cədvəllər əvvəl heç vaxt istifadə olunmurdu. Amma yavaş-yavaş istifadə olunmaya başlanılır. Və bu da o deməkdir ki, məntiqə elə ənənəvi tiplər əsasında deyil, qeyri-adi tiplərə də baxmaq məsləhətdir. Gəlin bu suala da baxaq və kifayət qədər maraqlı sualı izləyək. Baxın yoldaşlar. Burada sədəf, tərsinə, dəfinə, təranə, dəftər və tərsanə sözlərinin kodları verilib, amma hər sözün kodu önündə deyil. Ola bilər dəftərin kodu 134-dür, tərsinin kodu 2634-dür və s. Afərinin də kodu soruşulub. Yoldaşlar, burada nə hecalar kodlaşdırılmayıb, nə də hərflər. Fikir verin, bax, sədəf sözündə 5 hərf var, 5 dənə rəqəmli bir kod yoxdur. Tərsanə sözündə də 7 dənə hərf var. Görürsünüz ki, 7 hərfli də yoxdur. Və yaxud burada ümumiyyətlə sözlərimizin arasında 4 hecalı söz də yoxdur, amma 4 rəqəmli kodlar var. Deməli, burada məsələ nədir? Bəzi sözlərin, məsəl üçün deyirəm, tutaq ki, sənin kodu 1 ola bilər. D-nin kodu, məsələn, tutaq ki, 3 ola bilər. Təzədən F-in kodu 4 ola bilər. Yəni, qısacası burada hecalar da kodlaşdırıla bilər, hərflər də. Gəlin, belə bir maraqlı detal göstərim sizə. Tərsinə sözündə nə? Dəfinə sözündə nə? Təranə sözündə nə? Tərsanə sözündə də nə var? Bu oxşardır. Bax, nə. Fikir verin, burada da nə var? 4, 4, 4, 4. Deyə bilərəm, nənin kodu 4-dür. Deyə bilərəm. Sonra yenə oxşar şeylər tapaq. Bax, də, də. 2 dənə də əvvəldə, bir dənə də də ortada. 2 dənə əvvəldə, bir dənə ortada nə görürük? Görmürük. Onda bu qalsın. Ola bilər ki, burada də yox, dəf özü bir koddur. Gəlin başqa yerdən baxaq, başqa detala baxaq. Gəlin indi təyə baxaq, bax. Bu tərdə ola bilər, tə də ola bilər, bax. Tər, tər. Gəl elə, deyə burada da tər var. Bunlara tə kimdə baxa bilərdim? Tər kimdə? Görək vəziyyət necədir, bax. 3 dənə başda tər var, bir dənə sonda. 3 dənə başda 2 var, bir dənə də sonda. Uca söhbəti tutdum. Nə tutdum? Tər 2-dir. Fikir verin, yazıram. Tər 2-dir. Fikir verin, tərsinə sözündə təranə və tərsanə sözünə başladı. 2. Bax, 2. Bir dənə də dəftərdə axırdadır. Bax, 2. Fikir verirsiniz, burada da axırdadır. İndi, dəftər sözündə tər axırdadırsa, 2-dirsə, onda dəf nədir? Dəf də 1-dir. Düzdürmü? Dəf də 1-dir. Bundan əmin olmaq üçün hara baxmaq lazımdır? Sədəfə. Onda sədəf nə ilə bitir? Dəflə bitir, deməli 1 ilə bitməlidir. Gördünüz? İndi sədəfdə dəf 1-dirsə, onda sə 6 və 7-dirsə, deməli s 6-dır, ə də 7-dir. Görüm düzmü tanımışam, bunu başqa yerdə yoxlamalıyam. Başqa yerdə var ki, yoxdur, onda düzdür də yəqin ki. İndi dəfə baxın, dəf 1-dir, ki verin dəfinədə də 1 ilə başlamalıdır. Dəfinə 1 ilə başlamalıdır, nə? 4 ilə də bitməlidir. 1 ilə başlayıb 4 ilə bitən 134-dür. Onda dəfinə sözü 134-dürsə, dəfin kodu bəllidirsə, nənin kodu bəllidirsə, i-nin kodu qalır bir dənə. O da ortadakidir. 3. Təranə də var, 2 ilə başlayır, tərlə, nə ilə, 4 ilə qutarır. 2 ilə başlayıb 4 ilə qutaran, ortada da bir dənə hərfin olduğu 254.
Bir dəqiqə baxım. Tər nədir? 2. Hə, onda A-nın kodunu 5 verə bilərik də, bəli. Deməli 5 də A-nın kodudur. Fikir verin, indi tərsanə sözündə özümüzü sübut eləyək. Tər, tər 2-dir. S 6-dır, deməli 26. A 5-dir, 265. Nə də 4-dür? 26 54. Bax, gördünüz. Deməli bu tərsanənin kodudur. Təranəni də indi tapmışıq. Ortasında 5 olan. Budur. Sədəfi də tapdıq. Sədəf. Dəf 1 ilə qurtarır. Sədəf 671-dir. Dəftər 12-dir. Tərsinə 2 ilə başlayıb 4 ilə qutaran. Ortasında da 3 və 6 olan. Aha, tərsinə söz də budur. Bir dənə qaldı dəfinə. Yəqin ki o da 134'tür. Ortasında i olan. i də 3'tür. Bəli. Şu hamısını tapdıq. Çətin sualdır. Orta çətin sualdır. Afərin sözündə A-nın kodunu bilirəm. 5'dir. F. F-nın kodu yoxdur. F. F-nin kodu yoxdur. R. R-nın kodu yoxdur. I. I-nin kodu var. 3. N-nın da kodu yoxdur. İndi sualın başında 5 olmalıdır. Axırdan ikinci rəqəmində 3 olmalıdır. Bu getdi. Onda bu da getdi. İndi bunu və bunu götürməliyəm də cavab kimi, düzdür? İndi 5'dən sonra 9 uğurludurmu? 5'dən sonra 9. 0 uğurludurmu? 0'a baxaq. 0 da ola bilər. N-nın kodu 1 ola bilərmi? Xeyr, ola bilməz. N-nın kodu 1 ola bilməz. Çünki N-ya 1 versən dəf 1 idi. Burada 1 ola bilməz. Onda B variantı getdi. İndi bundan bunda qaldım. Bundan bunun harasına baxaq. Sonuncu hərf N-dır. N-ya bir dənə yeni bir rəqəm verə bilərik. O rəqəm 9 da ola bilər, 8 də ola bilər. Çünki burada nə 9 var, nə 8. Buradan problemimiz yoxdur. Sondan ikinci rəqəm 3'dür. Buradan da problemimiz yoxdur. Başdan da problemimiz yoxdur. Yəqin ki, məsələ 7'də olacaq. Bir də 0'da, bir də 8'də. Yəni bu ortada. Fər. Burada fər də yoxdur. Hə, onda biz Ə'nin kodunu 7 biliriksə, ortaya 7 verməliyik. Orada da problem yoxdur. Burada da problem yoxdur. Fikir verin, burada 2 veriblər C'yə. Yəni, burada 2 var. 2 R'nın kodudur, yoxsa tərin? Tərin kodudur. Onda C də getdi, qaldıq Y variantında. Bax, belə bir sual tipidir. Ümid edirəm ki, düşsə bu izahla yaza bilərsiniz. Fikrimcə belə bir sual tipi imtahanlarımızda yer alacaq. Diqqətiniz üçün təşəkkür edirəm, minnətdaram. İmtahanda sizə uğurlar arzulayıram.